Kızlar hoş geldiniz canlıya. Bu kırılmıştı dünenlerime. Hele dedim kırığı pişireyim tez. Miray için. Miray səhərlər. Her səhər bir dənə yumurta yiyir. Ha? Yaxşı yiyir. Ay yavrum. Gel görmem Miray. Bu yumurta ne bile çıktı. Yaxşı mən yumurtanı yuyub qoyuram. Yəni gözləyirəm. Bu başqa bir qaba töküm. Qırılıb, yapışıb özü də. Gəl görüm anam. Qoy görüm anam qırılır. İmkan. Zəhmət olmasa imkan verir. Uşaqla səhər. Hiç görmək budur bax. Tamam. Zəhmət olmasa canlarınızda beğenirdi. Miray. Aynen. Bu pişsin. Eləmə. Səhər tezdən ancaq dağıtmaq işi ilə məşğul uşaq. O yeməğini yeyincə mən də qazımın üstünü axşam çatdırıb sübət eləyib silənmədim. Qazımın üstünü silin çünki axşam evləri sildim, təmizlədim. Çünki yoruldum. Həqiqi yoruldum. Evləri çünki bir dəhnədən təmizlədim. Evet, bir dəhnədən. Bu buraları təmizləyəməmişəm. Bugün de canlıda inşallah buraları təmizləyəcəyik. Miray yeməyi bilsin. Gönderən nənəsinin yanına. Salam. Ay eləmə. Az eləmə. Mən niyə döyürsən? Mən döyür ay qızlar. Canımı bəyənin də qızlar. Gəl anaya ver. Anaya ver. Anaya ver qaşığını. Özümə gerək təzə bu tavadan alam. Bu işi məhv olur. Birdən bir kere alam da ehəzmə düşmürəm. Getmə çölə, getmə çölə. Getmə ha. Sabahınız xeyir qızlar, xoş gəldiniz canlıya. Zəhmət olmasa canlı bəyənək. Miray yeməyi hazır. Hansı rayonda bəldə? Gəl otur görüm. Gəl otur görüm ama. Buranı da təmizləyim qızlar. Bəyənin. Gəl, 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 gəl. Tez ol, cəldir. Cəl, cəl, cəl. Cəl, cəl, cəl. Tez ol, çıx, çıx, çıx. Çıxıb yeməyini yiyəcək. Ali, iyi sen. Gör paltar yanıp söndürdü. Kilit rejimine koymuştum. Aha kızlar, sər sizler ne iş görürsünüz? Ne yaxşı bekarsınız. Ben sər komandamıza bir dənə qız qeydiyyat eləmişəm. İndi başlamışam işlərimin dalına. Başıma baxıb qorxmayın. İş görəndə bu halda oluram. Koyuyorum telefonu. Sər hə, qeydiyyat elədim, qəşəng. Yeni komandamızın yeni qızı. Şu an bu qabını qoyun, içində baxarım. Eləmə! 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 Nəqliyyat! Kəşfiyyat! Eləmə! Buranı təmizləyim, çay təzə qoyum. Bunları axşam yumamışam. Bunları yuyum.
Sonra qazın üstünü sileyim. Bunun için üçün təmizləyeyim. Onun içində hələ yemək var. Onu başqa balaca qaba boşaldıram. Yox, qayıram bir ara. Tez yeməyi. Davud deyil, Davuddur. Salam, xoş gördük. Qoca bir dənə bu tərəfə çevireyim telefonumuzu. Gözlüyüm, elinizi çevireyim. Orada işlerimizi görək. Buraya yapıştırıyorum. Akşam yükleyelim. Sonradan ne kadar istekan sabit getirilir. Bundan hamısı gəlib buradan yapacağım. Burada o məclisdə orada istifadə olunan gündəlik halde o ucuz stekanlar var. Bak bunlar. Bunlardan da var. Bunlardan mamam bana 40 tane vermişti. 40 tane yok, 30 tane. Elə belə daha evdə nəsə olanda bir İran evdən işte şərmi, xeyirmi nəsə olanda istifadə eləməyə. Ucuz kasko stekanlardan da. Sonra bu boşqaflardan da hamısından 30-30 vermişdi. Gündəliyə, məclisə. Bunlar bura nənəm qoyubdu, 100% etdilər. Suallarınızı onsuz okuyuram buradan. Sağ olun. Ya bak boşanmışsam. Ben boşanana oxşuyuram bacı. Ay kişicik, evindən, eşindən, arvadından xəbər olmayan. Çünki də bunda şərəfsiz, namussuz insanlar var həyatda. Elə canlı açan boşanır. Vallahi indi canlı açmayanlar var. O analarımız o. Bacılarımız, bəzilərimizin, İraq yaxşılardan. Heç boşanmamış olan Minokkadan çıxır. Gedim bir onlara sahib çıxır. Mənim kişimin yanında gəlirlər. Dedim, mənim kişimin yanından onlar götürür sonra. Qadın səhifəsidir. Əgər hansısa kişi gəlib burada evdarlığı öyrənmək istəyirsə, deməli evdə o arvaddır, kişisi, arvadı kişidir. Çünki o kişiliyi yoxdur, qadın səhifəsində gəzir. Yəni kişiliyi olsa arvad səhifəsində oturmaz. Basar bayra. Mama! Bacı qoyaram bir onu, anam pul verir ona. Ama Miray kırıktı. Hayır tamam. Ha. Yo. Nafret dedim. Yo. Yemeğini yeteriz. Yemeğini yeteriz. Yemeğini yeteriz. Kalk o kadar bundan küçük. Atom başı. Yine bunun başı xarab oldu. Yine bunun başlığını təzəliyəm burasını. Bir bunu. Onu təzəliyəm. Mirayın çöldə şampunlarının başlıqlarını el olanı tutulamıram. İmində o başlıqla uyğun gəlir. Kızlar. Kişi varsa çıksın bayra. Ben başta deyirəm, yoxsa var ya. Ben ne arvad koyacağım, ne uşaq koyacağım, ne böyük koyacağım. Yani bunları içmək istəmirsinizsə çıxın bayra. Siz buna layiq insanlarsınız. Kişilər, hansı ki qadın səhifəsində oturub yatan kişiciklər. Kızlar, bu da qadın söhbətləri gedir. Elə bir şey yazacaq ki, sən onu oxumalı deyilsən.
tərbiyəsiz. Ay, o telefondan baxıram. Qanacağı olmayan zabil. Kimdirsə bax bu. Bir arada tərbiyəniz, mənəviyyatınız olsun. Şərəfsizdə. Qadın səhifəsində nə gəzirsiniz? Bax. Yerdən də yeni sərsə. Bir imkan verirlər ki, qızlarla söhbət edək. Çünki bizim nəfər evdə zaftaları yoxdur. Evdə kişi kimi bir hökümləri yoxdur. Ona görə qadın səhifələrində axtarırlar ki, öz o hayfalarını, arvaqlarını bunlara dediklərini hökələr. Qızlar, gün tortum yoxdur, yaxşı ki, biraz istirahət edəyərəm. Tortum olsa, çəkərdim, istəyirəm. Amma yox, incalar nə yoxdur, bir gün dolmazla tükərəm. Axşam işin onu da çatdırıb tükərməliyim. Axşam elə bir cundum evləri təmizləməyə, bir də baxdım ki, axşam gecədir. Yoldaşım deyib, bala, sən niyə yatmırsan? Dedim, bana təmizləməsəm yatanmaram, çünki sən Miray heç duramam verməyəcək. Onun üstələri həqiqətən də axşam siz bir dəqiqə görsəniz, heç deyərsiniz, burası nəməyim. Çünki Miray duranla məhv edilir eşiyi. Miray ancaq el eşikdə məhv edir. Zaten ne? Altını şeyini yutarım, sürtən alam gələk çölə bayla çıxanda. Biz qalmıyoruz, orada. Nasıl qız boyu sərtlikdən yorulmuşuq bura. Uşaq ev təmizlənmir, bacı. Qətiyyən, mümkün görürüm. Uşaq evdə təmizlik keçdirən mümkün görürüm. Ayradanma çönüb baxmır, yanmıram ki, görürüm. Nə var o? Nə iş görürüm? Azərəm, bədəkim. Boş! Ata sən gelirəm. Ata sən gelirəm, gelirəm. Biraz şikayət edirəm. Nəzal? 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 Nəzal yeməyi. Nəzal yeməyi yiyəcək. Yürəm bakalım deyək. Hadi ata. Yiyir. Bir yazıq sonra incə yenə. Boşanmışsınız. Bizim cəmiyyət nə qədər belə fikirli olacaq, heç vaxt irəliyə getməyəcək. Heç vaxt irəli gedə bilməyəcəksiniz. Nə siz, nə sizin övladlarınız. Çünki ağlınızda olan şey bir qadın uğur əldə edirsə, bir qadın canını aça bilirsə, YouTube işlədə bilirsə, boşanmışdır. Boşanmışdırsa nədir? Nə biləm, əxlaqsızdır. Ona görə də sizin balalarınız da həyatda heç bir zaman uğur əldə etməyəcək. Bunu mən sizə deyirəm. Çünki köhnə fikirli insansınız. Köhnə. Çünki heç var, mümkün deyil. Sizin kimi, nətər deyim, fikri, nifrətlə, kinlə dolu olan, şər atmağı bacaran, nə biləm, kimisə qınamağı bacaran insanların evlatları uğur əldə edir. Çünki siz evlatlarınıza da o tərbiyəni verirsiniz. Ya qızlarınızı 18 yaşında oxumağa qoymayıb, ələ verədiklərsiniz, kişiciklərsiniz, arvatlarsınız. Mən deyəcəksiniz, qadın da demək istəmirəm. Şəxsiyyətsiz formalaşırsınız, şəxsiyyətsiz. Bir qadın uğur əldə edirsə, o deməli, salam. Amin inşallah. Yəni, çox, belə deyim, mundar insanlar var. Fikirli canlıq boşanmışsın. Niyə Allah xoşbaxt etsin sözünü yazmağa dilin gəlməyir? Bana onun başına gəlsin. Təki balam xoşbaxt olsun. Ne? Eşəcəm mən. Sizin kimi insanların həqiqətən evlatlarına yazdım gəlir.
işinlə, küdurətlə, onu bunu şərləməklə dolu olan insanlar. Çünki o qayıdır, dönür, dolaşır, onların balalarının başına gəlir. Çox sağ olun qızlar. Bu işimiz çox da güzel. Heç vaxt elə insanlar, uşaqları uğur əldə edə bilmir həyatda. Çünki həmişə nədənsə yarımızıq qalırlar. Ata deyir, onu eləmə, belə olar. Cəmaət haqqımızda söz çıxarlar. Cəmaət nə deyir? Heç fikirləşirsən mi cəmaət səhər kişi adına baxırmır? Mən bugünkü gün evdən otururam, pulumu qazanıram, aydana baxıram, yoldaşıma kömək edirəm. Mən buna fərq edirəm. Evdən oturup qazanan xanımlardan biriyəm. Neçə min xanımın, hal-hazırda bizim komandamızda 100-dən çox xanım qazanır. Evdən çıxma, onu deyərlər, bunu deyərlər. Ərə getmək lazımdır, oxumaq nədir? Cəmaət bizə nə deyər? Deyər, falan kəsin qızı niyə almadılar? Ancaq ağlınız, fikriniz elə boş-boş şeylər olsun. Bəziləriniz təbii ki. Tamam, çok sağ ol. Yağ çözücüm tutarıq. Gerek yağ çözücü olan bu katalog dözünü. Çünki qazanlarından altı yanır. Hamısını geçen səfər istifadə elədim. Çok sağ olun. Yeməğini yiyib tərcət şəkildə. Mən eyb etmə. Ben buna belə danışam. Neyse kızlar, canlı yamal düştü. Yaxşı. Bu başlığı nəsə xarab oldu. Təzəllər. Aks yerdə niyə sürmürsən? Dur çək yeməyini ye. Qaynanam suyu açdı. Qaynanam suyu açan ki, burada zəif gəlir. Burada aynı uyuyurdu nəsə. Şurada. Kızlar, sayfama abunə olmayanlar. Abunə olun. Çünki... Ay kız! Çünki, ay kız! Dur etməni, cəh dur. Cəh dur. Cəh dur, tez dur. Günümüz budur var kızlar. Kızlar, çaydan yiyeyim. Kızlar, canlı bəyənin də, yeni gələnlər. Hə, abunə olun ki, indən sonra bütün tort bəzəmə, tort biskvitləri videomu paylaşacağım. Əlimdəki nədir? Maçalkaya oxşanmadı. Hə, bu yazıb bu qədər qanlayıb. Bu insanların qanına. Evlərin özəli. Valla sizin özəlləri qonşular danışır. İnanın, elə deyənlərim var ya, adları qonşularla bilir. Evlərin, eşlərin, söhbətləri. Çünki aşama şöyle var. Özəl nəyə deyirsiniz? Cəmaət xəstələrini göstərmir. Belə deyim, əri ilə nə danışdığını açıqlamır. Buna qadın söhbəti, qadın söhbətləri bilir. Bu qədər avam olmuyor. Həqiqətən, biraz dünyaya məntiqlə baxın.
Burada qadınlar səhifəsi işlədilir və buradan yüzlərlə xanım qazanc qazanır. Bir dənə məntiqlə olur. Sizin əvvəlinizin qazanıb gətirə bilmədiyini bəzi xanımlar qazanır bu dəqiqə. Bəzilərinin əlləri bu dəqiqə arqa dayanına baxır. Ayak gibi. Ama kendiciğim olsun. Benim tatlıyı gören. Evet, ilk zamanları. Biraz muasır olun. Biraz dünya görüşümüzü karşı edin. Değişin. Bu dünyaya batarsınız. İçine. Dünyada minlərlə belə səhifələr var. Dünyada bir tek Azərbaycanda. Neçəsini tanıyıram qızların. Çimarəsi olsun, Ruhanası olsun, Günay olsun, Sakralası olsun. Hamısı uğur əldə etmiş xanımlar. Evet, fərlərlə tutmadım. Mən bu yayı ilk bir dənə şey almalıyam, sarı. Sayfanıza kızlar abone olarak beğenerek, çok beğenin. Bakın çok beğenin, şöyle beğeni kaldır. Yani çalışın biraz dünya görüşlerinizi artırın. Düşüncelerinizi artırın. Vallahi hiç ucunub orasını burasını açıp canlıda danışanlara heç bir belə yazmırsınız. Hələ bəzi kişiciklər gedirlər, evdə arvadına mələyim deməyir, girir canlıda o axmaqlara mələyim deyir. Ne gözəlsən deyir, heç bəlkə də evdə arvadına o deməyir. Heç bəlkə də evdə arvadına bir dəfə ömründə xoş söz deyir. Düz demirəm. Bəlkə səhv deyirəm. Evdə arvadının uşağının boğazından kəsir, aparıb axmaqlara verir. Arvadın livrimsiz vəziyyətdə çıxır çölə. Bəlkə səhv deyirəm. Uşağı atamaya pul verdiğinde evi qışqırır ki, bəlkə də səs aləmi görür. Amma o, bu pul istəyən elə yaxşı verir ki, sənə qurulandır, mələyim. Bəlkə də ona buna elə bir söz yazır ki, mələyin anandır, anana get denə. Yaxşı mı? Mən mələk deyənim var evdə, sən narahat olun. Siz deyəsən də, səninkilərə də bizimkilər deyir mələyim. Bizim evin işləri. Görürsünüz ki, 2 gram kişiliği olmayan kişiciklər gəlirlər burada yazırlar. 2 gram. Bəlkə də evdə arvadı üçün o kişi yerinə qoyulur, ağzına kompon qoyulur. Gəl görüm cüzəm. Niyə gələyirsən? Gəl cüzəm. Ay kızlar, çay dəmliyim bir dənə təzə. Təzə bir dənə çay dəmliyim, sonra qalsın üstünü bir dəfəlik sürtüm. Səbrabaqlısınız. Yox kızlar, səbrabaqlı dolam, incə çeviriyəm. Ay, tərlərim qalmır. Səbrabaqlısınız. Səbrabaqlı. Yox, ləhcəmdən, nə biləm, ola bilər, bilmir amma. Hə, vallahi, bəlkə səhv söz deyirəm. Gəl görüm. Tez gəl. Həqiqətən də, yəni evdə öz arvadlarına söz keçirə bilməyənlər və yaxud da ki, öz arvadlarına evdə yaxşı baxa bilməyənlər hamısı gedib ona buna yazır. Onun bunun axmaqların canlısında onları elə bilər. Elə yazırlar ki, adam baxanda belə demək istəyir ki, vallahi yəni onun evindəki axmaqdır, bu namusludur. Bəlkə səhv deyirəm. Çünki hamısında bu şərait yaradan bu kişilərdir. Özünüzdə biraz dostoyunluq olsun, hə? Baxayım. Biraz özünüzə hörmət edin, ailələrinizə hörmət edin. Bitmir ay bacı, hara bitir? Səhər durandan kombayn kimi dayanmır amma. Çaydanım təzə. Ay, suyam yenə. Səhərin də önce kondisioner var. Burada gərək alamayı, yoxsa mən tortlarını qətiyyən burada edəyəm mənim.
Qızlar, laminasiya çoxdan elətdirmişdim. Ücü qutarıq laminasiyanın vaxtı. Bitirici. Yəni belə. Qadın səhifəsində hansı kişi yazsa qızlar, elə sizə də deyirəm. Burada da payını verin, qoyun geçsin. Çünki mənim yoldaşım deyir ki, payını ver, göndər. İcazə verir. Deyir, ağzına nə gəldi? Deyir, tüpür sifətinə qoy rədd olsun. Bassın bayram. Nə işlə məşğulsuz? Qızlar, onlar evdən işləyirəm, mən də torus üstəsiyəm. Bakarsanız var bu həftəyə çoxdur. Hamısını abunə olsanız canlıda eləyəcəm. Səhifəmə abunə olsanız hamısını canlılarda eləyib sizi də öyrədəcəm. Hamısını. Canlı açacağım. Sizi də öyrədəcəm. Hocam bu kimdir? Şəhriyar 5327 adım qara daşlara yazılsın. Amin. Arvadım da böyrəyə uzansın. İnşallah. Gör nə qədər mənəviyyətsiz. Gör nə qədər şərəfi 2 paralıq. Sanki Ay Şəhriyar adımı Azərbaycana tanıdım. Yəni gör nə qədər alçaq insansan ki, qadın canlısına girmişsən. Gör, arvadın kişinin yanından axşam getdi. Sən gör nələr yazırsan. Sənə bu lazım idi Ay Şəhriyar. Mamam da dədəmin yanındadır. Bax, sən yerə çağıraq. Sana lazım idi Ay Şəhriyar. İndən sonra belə danışacağım. Hər kişinin. Əsas odur ki, öz-özünə hörmət eləməyi bacarım. Sən özünə hörmət eləyənmədin. Belə istəyirsənsə Şəhriyar, sən kişinlə görüşdür, kim sabirsənsə nağaracaq. Xoş getdir Şəhriyar. De uç. Get mama dədəmin yanından, arvadını da kişimin yanından çağır. Yığışdır. Bax, arvadı qılçağa bağla. Məndən sana demək. Bağla arvadı qılçağa. Uçdum. Allah məcbur etsin, yəni insan bu sözləri işlətsin. Mənim heç ağzıma uyğun sözləri məcbur edirlər də, ay bacı. Salam deyəcəksiniz. Bırak qadın səhifəsi. Yardım bacı evdə kişilik eləyə bilmir. Arvadı deyir ki, get səhifələrə bax, ev süpürməyi öyrən, ev yığışdırmağı öyrən. Yo, bacı əlimi qısqanmıram. Hələ əxlaqsız kişilərin əxlaqsız arvadlarını niyə qısqanmıram? Yaxşı eləyir, kişidir. Zor eləyir. Arvad öz abrını gözləsin. Allaha and olsun, həqiqi mənada deyirəm, mən yoldaşımı qısqanmıram. Zarafat yəni bir kənara, həqiqətən qısqanmıram yoldaşımı. Qadın qadınlığını gözləsin. Özünün evdə ərir olan bu kişilərlə niyə görüşür? Ya burada kişi yazanların hamısının arvadları elədir. Çünki kişilərin kişiliyi yoxdur, yazıqlardan ağarsınlar. Onda bunda kişiliyi axtarırlar. Gördün indi Ay Şəhriyar. Sən kişi çıxmadın amma mənim kişim var. Gördün Ay Şəhriyar. Hər neydi? Aldı payını getdi. Arada öz-özə hörmət edəyəm. Sadəcə bu. Hörmət edəyəməyənsiniz cavabını alacaqsınız. Qızlar, səhifəyə abunə olaq ki, yeni videolarınızı görəsiniz. Yeni videolarımızdan xəbərdar olasınız. Mən də qısqanmıram. Vallahi həqiqi mənada qısqanmıram. Yoldaşım nə belə başqa şeylərdə, məsələn, nə biləm, nədən deyim, misal çəkim. Geyimdə falan uzaqbaşı qısqanır. O da məsələn gödək geyməyə, açıq ton geyməyə məni qoymur. Belə şalvar koftada mən gəzirəm həmişə. Gəl bizə qoşul bacı. Hə, düz deyirsiniz, mən də qısqanmıram. Yəni geyimdə qısqanır, amma başqa şey yox. Şimdi onu açıram. Bir ki, kim ağzını qatırıb bıraxacaq, payını verəcəm. Dilim də var, dəstəyim də var. Hə. Amma başqa şeylərdə məsələ yox. Mən amma ümumiyyətlə heç nəyə qısqanmıram. Kişilərdə təqsir yoxdur, bəli. Bəzi kişilərdə var, arvadlarının ipini çox beş buraxırlar. Bəzi bizim ev kişilərimizdə, öz kişilərimizdə isə təqsir yoxdur ki, nağarsın. Onlar kişiliyi eləyə bilmir, arvadlarını tuta bilmirlər. Ona qarsın.
səfər də işləyir. Çünki Miray geyə gəlir söndürür, geyə gəlir söndürür. Mənim kutlama inansız bir dənə şkaf lazımdır, yıqışa bilmirik. Tortla onların çoxlu yerləşə bilmirəm. Bəli, kişilərdə təqsir yoxdur. Bəzi kişilərdə var. Dediyim kimi, arvadların yükünü boş bırakırlar. Bəzi kişi, bizim kişilərimizdə isə təqsir yoxdur ki, baxarsınlar, onlar kişiliyi eləyə bilmir, arvadların üstü bizim kişiləri edir. Başa çıxdınız da tayına mənada. Daha orasını da açıqlamayıq. Ay baskın. Sırf çayım qaynasın, bir stəkan çayım için. Abunə olun səhifəmə. Salam, salam. Nətər ki, Rusiyada lap nətər deyəcəm. Mənim qaynatam da Rusiyada yaşayır, qızlar. Çembrovda yaşayır. Daim ama Tver'dədir. Daim dünən Yusradan getdi. Salam. Hə, Rusiyada lap bedələt vəziyyətdə o mənada. Qızlar, dünya başı şey olub, tarazını itiribdir. Dünya çərxindən çıxıbdır. Qadınlar azğınlaşır, kişilər bir qeyrətləşir. Hə, o düzdür. Ruslan Canibət. Salam bacı, salam. Ay qızlar, nədir? Səhifəyə abunə olaq, bəyənək. 178 nəfərdən 35 bəyənildi. Niyə? Abunə olun qızlar. Salam bacı, Allah xoşbəxt eləsin. Çox sağ olun, salam bacı, salam. Bilirsiniz nətərdir? Əslində bu belə bir şeydir ki, elə insan var ki, canında var o ayaq sürüşməsi. Elə xanım var ki, əlindən görmədiklərini başqa yerdə axtarır. Düzdür, o da bir şərəfsizlikdir, amma ki, yenə də bu insan axtarır. Çünki əri onu sevmir, yəni qorumur, gözləmir. Ona görə də başqa yerə axtarırdı onu. O da ki, ifritələr gəlir bizim ərlərimizdən yapışır. Bəli, heç bir qadın boşluğundan boşanmaz, heç bir qadının ailəsini dağıtmaz. Sevgi gördüyü yerdə həyatı boyu ailəsindən boşanmaz. Qızlar, oradan oxuya bilmirəm, gözümə işıq düşür deyib elə baxıram, üzrüsən. Mən buradan oxuyuram. Neçə yaşında video çəkməyə başladım. Qızlar, ailə qurandan yoldaşım icazə verdi, çəkdim mənim. Mən ilk ailə qurandan çəkəm. Amma YouTube-u bir ildir işlədirəm. Amma ondan davamlı işlətmirəm, ara verə işlədirdim. Amma indi artıq davamlı buradayım. Yəni, qadınlar həqiqətən də qayğıya, sevgiyə, diqqətə meyilli. Bir söz var, qadın toyuq kimidir, başı yoxdur. Düz sözdür, qadın qulağı ilə sevir. Xoş söz, qayğı, istək axtarır. Onu da ki, yəni gedəndə onun yoldaşınızı verməlidir da sizə. Bəzən deyirlər ki, elə kişilər kişi deyil, evdə sözü keçmir. Əslində o kişilər həqiqətən də qadınına hörmət edən, qadınını tutan, qadınını sevən insanlar həqiqətən də ailələri güclü olurlar. Bizim evdə məsələn, biz yoldaşımla, mənim yoldaşımın dediyi məsələn olmur. Nə də mənim dediyim olmur. Biz ikimiz qərarımızı bir yerə qoyuruq. Səhifəmə abunə olub, onda düşəcək canlasan da sizə. Hə, yəni o da ki, belə deyim, gərək kişi qadınını başa düşər, qadın kişini başa düşər. Bizdə məsələn, ikimizin sözümüz bir yerə qoyulur. Birdən elə olur ki, yoldaşım əsəbi olur, nəysə, mən deyirəm, yox, sən səhv deyirsən, sən hər gün deyir ki, aysə, sən düz deyirəm. Birdən mən olam, onun üstə gedirəm ki, yox, sən səhv danışsan. Mən də qardiq deyirəm ki, yox. Sonra qardiq deyirəm ki, hə, düz deyirsən, mən səhv varmış burada. Yox, burada yoldaşımın məni aldatmağından danışmırıq. Burada bəzi kişilərin qadınlarına qoymadığı hörmətdən gedir söhbət. Valla kişidir, hər şey eləyə bilər kənarda. Əsas odur ki, onu ailəsinə hiss elətdirməz.
Yəni kişi xeyli adısa bu mümkünsüz deyil. Heç kim deməsin ki, mən yoldaşımın yerinə and içə bilmərəm. Həyatda heç kimin yerinə and içə bilmərəm. Çünki hamı çiğ südənir. Çox sağ olun. Mən yəni həyatda heç kimin yerinə and içə bilmərəm. Çünki çiğ südənir. İnsandır. Şeytan girə bilər ağlına. Yəni ona görə də belə deyim, kişi əsas odur ki, kənarda elədiyini gəlib evdə ailəsini hiss elətdirməsin. Mən yoldaşıma həmişə deyirəm onu. Deyirəm birincisi eləmə, ikincisi də ki, olar da nə vaxtsa elə bir səhv eləsən, onu mənə həyatı boyu bildirmə. Amma deyirəm eləmə. Əgər onu bilsən, ulağıma çatsa heç vaxt bağışlayamaram. Özümə bağışlaya bilmərəm. Görən harda mən səhv eləmişəm ki, bu insan məndən soyudu. Görən harda mən bu hərəkəti elədim ki, bu insan mənə bunu elədi. Mən onu öz-özümə düşünüb, Allah artıq xəstə düşərəm. Və o qədər içimə artıq fikirləşən, beynimdə axşama kimi fikirləşən insanam ki. Yəni onu deyirəm, mən də elədiyini bilsəm boşanaram. Amma kişi hiss elətdirməz. Kişi çöldəki ilə də evdəki arasında fərq qoymaz. Əksinə, bütün sevgisini ailəsinə verməlidir. Düz deyirsiz, boşanmaq dərdədir. Zırt olmamış hamı boşanır, zırt olmamış boşanır. Ona görə də boşanma sayı çoxalıb, evlənən sayı azalır. Çünki birincisi özlərini tanımağa imkan vermirlər. Sırf sevirəm, hər evlənməliyim. Sevgi var ki, sevgi nəyə deyirlər? Sevgi yoxdur. Məntiqlə, beyinlə. Dağıdanlar var, heç nədən dağıdanlar var. Qısa bir şeyin üstündə dağıdanlar var. Hərə bir ağıldadır. Qızlar, səhifəmə abunə olmağı unutmayın. Bəyənin canının düşməsin. Dağıdanlar var. O qədər insan var ki, heç nədən, boş söhbət sözlər, qaynana mənə bunu dedi, vəsiyo. Sonra da peşman olurlar, peşman ondan sonra da artıq gecə olur axı. Ya başqa birinə də gedirlər, ya da saya bir də baxırlar ki, başqa yoldadırlar. Ya da ki, namusla otururlar. Yəni, həyatda 3 yol var da, ya namusla oturur, işdə, evlatlarına bax, ya ikinci səfər ərə ged, ya da ki, düş başqa yollara. 3 seçimin var. Qarşında boşanandan sonra 3 seçim elə bir ki, qoyulur. Onlardan birini seçməlisən. Salam, çox sağ olun. Vədədə yaşayırıq. Salam, qaynadım. Yəni, belə qızlar. Səhifəmə də abunə olmağı unutmayın. Tez abunə olun ki, görüm tortum hansı gün idi. Gedim dəftərə baxım, yadımdan çıxıb. Canlıda eləyəcəm, öyrədəcəm qızlara. Nə istəyirsiniz? Pulsuz kurs. Salam, sabahınızdır. Qızlar, heç nə canlının bağlını çıxım, gedim görüm o qızlara getdi nənəsi ilə. Yavaş-yavaş da başlayayım işlərimə. Onun için izdirmişəm sənə duran kimi dizdirmişəm, indi iş görürəm. Ancaq dedim, 1-5 dəqiqə dayanıb sizinlə söhbət edeyim sonra. Abunə olmağı unutmayın. Kızlar, abunə olun.